İnsanlıq tarixinin ən dəhşətli dövrü hesab olunan 2-ci Dünya müharibəsi yaddaşlarda təkcə şiddətli döyüşləri və amansızlığı ilə deyil, bərabərində gətirdiyi texnologiyalarla da yadda qaldı. Söhbət həmin dövrdə ilk dəfə ixtira olunan, amma sonradan imtina edilən, istifadəsi qadağan olunan, əvvəldən mövcud olmasına baxmayaraq savaşın gətirdiyi şərtlərə görə mükəmməl formada təkmilləşdirilən, günümüzdə populyarlıq qazanan bir sıra texnoloji yeniliklərdən gedir. Yəni, bu çətin dövr insanları çıxış yolu tapmağa, həyatda qalmağa və qalib gəlməyə vadar edirdi. Nəticədə isə ortaya yeniliklər çıxırdı. Nə baş verirdi həmin illərdə? Cavid İmaməliyev bizi 2-ci Dünya müharibəsinin yaşandığı həmin illərə aparacaq. Meine Arbeit für richtig hältst, ob du glaubst, dass ich fleißig gewesen bin. Bir çox film, oyun və kitabda yer alan super əskər serumu əslində elmi fantastika deyil. 2-ci Dünya müharibəsində Alman biomühəndislərinin yaratdığı iksirdir. Bunlardan biri olan pervitin ilk dəfə Polşaya qarşı döyüşlərdə istifadə olunub. Həb formasında olan pervitinlər bədənə metamfetamin verərək dopamin ifrazına səbəb olur ki, bu da insanda yüksək özünə inamın yaranmasına gətirib çıxarır. Nəticədə isə pervitin əskərlərin daha uzun müddət döyüşməsinə, ağrı hiss etməməsinə və 36 saata qədər oyaq qalmasına şərait yaradır. Dərmanın istifadəsi 1941-ci ildə qadağan edilsə də, cəbhədəki əskərlərin bu dərmana aludə olması səbəbindən dərman yenidən aktiv satışa çıxarılır. Digər tərəfdən, Alman alimlər əskərlərin hərbi gücünü artırmaq məqsədi ilə tərkibində oksikodon, kokain və metamfetamin olan D9 iksirini yaratdılar. Sözü gedən layihənin yaradılmasında məqsəd isə insan bədəninin sərhədlərini yenidən kəşf etmək və genişləndirmək idi. D9 istifadə edən Alman hərbçilər 20 kiloqram ağırlığında yüklə bir gün boyunca dayanmadan 90 kilometr məsafəni qət edə bilirdilər ki, bu əskərlərin bədən gücünün 500 dəfə artmasına gətirib çıxarırdı. Təbii ki, sözü gedən iksir və dərmanların tərkiblərindəki aludəçilik tələb edən qarışımlar səbəbindən istehsalı dayandırılsa da günümüzdə də qeyri-qanuni olaraq istifadə edilir. Günümüz hərb tarixinin ən müasir təhlükəli texnologiyası hesab edilən, qırıcı təyyarələrin atası olan ilk reaktiv mühərrikli təyyarə Messerschmitt M262 1944-cü ildə Alman ordusunda istifadəyə verilib. Məhz Almanlar tərəfindən əsası qoyulan reaktiv mühərriklər günümüzdə kosmik gəmilərin, sərnişin təyyarələrinin və 2-ci Dünya müharibəsindən sonra ixtira olunan qırıcıların yaradılmasına böyük ilham mənbəyi olub. İlk istifadəsi 1945-ci ildə olan və həmin dövrdən günümüzə böyük dövlətlərin güc göstərişi olaraq istifadə etdiyi atom bombasının yaranması və bərabərində gətirdiyi texnologiyalar müasir dünyanın nizamını böyük ölçüdə dəyişib. Belə ki, atomların ilk dəfə parçalanması 2-ci Dünya müharibəsinə qədər olsa da, alimlər bundan hansı formada istifadə edəcəklərini hələ bilmirlər. 2-ci Dünya müharibəsi sırasında uranyum daxil bəzi maddələrin atomlarının ayrılmasının böyük enerji yaratdığını kəşf edən mühəndis və alimlərin məqsədi ilk atom elektrik stansiyasını yaratmaq və asan yolla enerji tələbatını ödəmək idi. Amma təbii ki, müharibə elektrik stansiyasından qabaq atomların silah olaraq istifadə olunmasına şərait yaratdı. Bununla belə, daha sonralar yaradılan dənizaltı, təyyarə daşıyan gəmi, atom elektrik stansiyaları Birləşmiş Ştatlar daxil bir çox ölkələrdə hərbi, iqtisadi, siyasi gücün təməlini qoydu. Təbii ki, Nagasaki, Hiroşima, Çernobil qəzası kimi hadisələr bu texnologiyanın fəsadlarını göstərsə belə, düzgün istifadə olunduğu təqdirdə atomların parçalanması və gətirdiyi texnoloji yeniliklərin insanlığın inkişafına böyük fayda verəcəyini demək yanlış olmaz.
Günümüzdə geniş istifadə olunan mikrodalğalı sobaların ilk istifadəsi də məhz 2-ci Dünya müharibəsində olub. Evlərindən kilometrlərlə uzaqda, daim savaş və hərəkətdə olan Amerikalı əskərlər onlara verilən hazır qidaların isidilməsi üçün kiçik həcmli mikrodalğalı sobalardan istifadə edirlər. Təbii ki, bu ixtira da sonradan genişlənərək məişət texnologiyasının bir parçası oldu. Müasir qırıcılarda və hidrometeorologiya sayəsində geniş istifadə edilən radarların ilk kəşfi və istifadəsi də məhz 2-ci Dünya müharibəsində olub. Həmin dövrün texniki qısıtmaları səbəbindən radar çanaqları böyük olsa belə, savaşdan sonra texnologiyanın inkişaf etdirilməsində işləyən alimlər daha kiçik radar cihazlarının yaradılmasına nail oldular. Bu da müasir hərbi qarşıdurmalarda ölkələrin müdafiə olunmasında, eləcə də kosmosa göndərilən peyklər vasitəsilə zəlzələ, yağış, təbii fəlakətlərin əvvəlcədən öyrənilməsində böyük köməklik edir. İkinci Dünya müharibəsi zamanı Alman və Yapon alimlərin insanlar üzərində apardığı tədqiqatlar bugün müasir tibbin inkişafına böyük dəstək oldu. Hətta Berlin ələ keçirilməzdən əvvəl Almanlar otaq dolusu tədqiqatları yandırmaqla müttəfiq güclərin əlinə keçməsinin qarşısını aldı. Buna baxmayaraq, bir çox ekspertlərin fikrincə, əgər sözü gedən tədqiqatlar məhv edilməsəydi, insanlıq tibb baxımından daha da üstün səviyyədə ola bilərdi.